Deməli, həyət evində birinci mərtəbə ilə ikinci mərtəbənin arasında belə bir arka fason qapıdır. Pilləkənə giriş. Bura qapı qoymaq biraz neudobnadır. Ona görə ən gözəl variant honeycombla qırağı qarmaşka setka profili ilə yuxarı aşağı açılıb bağlanan. Gördüyünüz kimi aşağıda da pilləkəndə parok yoxdur. Paroksuzdur. Alt tərəfdə şotka var, heç bir deşik qalmır. Qaldıranda da burada ayağınızı rahat qoya bilirsiniz. Yəni ayağa heç nə ilişmir. Honeycombdakı işıq keçirtmir. 20 millilik içi falqalı pətək formasında olmuş bir şeydir. Həm o falqa kömək edir ki, səs izolyasiyası, istilik, soyuq qarşısını alır da. Yəni gördüyünüz kimi heç bir işıq da keçirtmir qəti. Yəni 1 qram da işıq keçirtmir. Yəni bu yüzden bu formada istifadə edirsən. Bu tərəfdən də ki bu formada.